Herkese salam. Bugün Choose a Correct Word bölməsinin açıq suallarını işləyəcəyik. Gəlin davam edək 72-ci sualımızdan. It is dark at 6 o'clock in the evening on a winter day. Baxırıq nöqtələrdən sonra sifət gəlir, daha sonra cümlə zaman zərfi ilə davam edir. Quiet and quiet sözlərinin fərqlərinə baxaq. Birinci yazılan söz, yəni quiet sözü gücləndirici zərfdir, olduqca mənasını verir. İkinci yazılan quiet sözü isə sifətdir, sakit mənasını verir. Deməli, cümləmizdə dark sözünü gücləndirici zərf ilə gücləndiririk. Birinci sual, deməli, cavabımızın biri olur quiet. Birinci variant. İkinci səhv gedir. Baxırıq so və saça. Keçən videoda qeyd etdiyim kimi, so özündən sonra adverb və ya adjective tələb edir. Saç isə adjective plus noun tələb edir. Dark'dan sonra da noun isim gəlmədiyinə görə biz burada düzgün cavabımızın digərini isə so olaraq seçirik. Keçirik 73-cü suala. We have weather today. Baxırıq nöqtələrdən sonra gələn ismimizə. Weather sözü sayıla bilməyən isimdir. Ona görə də variantlarda article olan variant avtomatik olaraq çıxırıq. Çünki sayıla bilməyən uncountable nounlarla en article'ı istifadə etmirik. Dördüncü variantımız çıxdı. Baxırıq. Lovely weather. We have lovely weather today. Bu düzgündür. Bir cavabımız olur bu. İkinci, so lovely weather. So lovely olursa weather sözünü yaza bilməliyik. Such lovely weather olar. İkinci cavabımız çıxır. Üçüncü cavabımız doğru olur. Keçirik 74-cü sualımıza. When we came in, we saw Peter something. Bu cümlə, bu sual complex object bölməsinə aiddir. Baxırıq, Peter'dən, yəni objektdən əvvəl gələn sözümüzə. So, C-nin keçmiş zamanıdır. Deməli, bu kimi feillərdən sonra gəlir object hal, yəni tamamlıq. Və daha sonra feil gəlir ya verb plus ing formasında, ya da heç nəsiz gəlir. Yəni, to və ya ing əlavə etmədən gəlir. Ona görə də cavabımız olur 1 və 3. Düzgün forması bu olur. Keçirik 75-ci suala. It was frosty when we went out. Digər testdə oxşardı. Yenə də quite frosty olur. Gücləndirici zərfimiz olduqca soyuq, olduqca buzlu. Birinci düzgün olur. İkincisi quite yanlışdır. Such and so, such plus adjective plus noun gəlməlidir. Burada noun olmadığına görə 3 çıxır. Düzgün cavabımız qalır 4. 1, 4. 75-in cavabı. Baxırıq 76-ya. They had furniture in their flat. Furniture sayıla bilməyən isimdir. Ona görə article olan variantımız, yəni 4, avtomatik çıxır. So elegant ikinciyə baxırıq, olmur. Such elegant olar. Düzgün cavabımız 1, 3. Sonra 77-ci testə baxaq. I have thought of him as a nobleman. Nobleman alicənab kişi deməkdir, alicənab insan. I have thought of him as a nobleman. Bir variantlara qoyaq baxaq. I have always thought of him as a nobleman too. Bu cavabımız düzgündür. Mənim həmişə, həmçinin onun alicənab bir insan olduğu fikri var idi. Birinci cavabımız oldu düzgün. Və to, also, müsbət mənalı cümlələrdə, təsdiq cümlələrdə istifadə olunur. Keçirik ikinci tərəfə baxaq. Never also. Also heç vaxt inkar cümlədə istifadə oluna bilməz. Ona görə ikinci cavabımız çıxır. Recently neither. Recently heç vaxt cümlənin ortasında istifadə olunmur. Ya əvvəldə, ya sonda olur. Üçüncü cavabımız da çıxır. Dördə baxırıq. Never either. Bu cavabımız düzgündür. I have never thought of him as a nobleman either. Bu cavabımız düzgündür. I have often thought of him as a nobleman either. Bu cavabımız da yanlışdır. Either inkarda istifadə olunmalıdır. Bu da səhvdir. Düzgün cavabımız 77-də olur 1 və 4. Davam edək 78-ci sualımızdan. 78-ci sualımız agreement, uzlaşma mövzusuna, mübtəda xəbər uzlaşması mövzusuna aiddir.
Baxırıq birinci cümləmizə. The thing that make me angry ignorance. The thing that make thingə aid olduğuna görə, thing də təkdə olduğu üçün make yox makes olardı. Bu cavabımız yanlışdır. Bir səhvdir. Üçün şəxsin təkində yazmalıydıq make. What drives me absolutely mad is their indifference. Bu düzgündür. What drives me, baxın, what'dan sonra s əlavə olunub, apostrof s. Me absolutely mad is their indifference. İkinci variantımız düzdür. Every corner of the rooms they are using belong to me. Demək, cümlənin mübtədası every corner of their room they are using olur. Lakin cümlənin xəbəri, yəni belong sözü of-dan əvvəl gələn isimlə uzlaşmalıdır. Corner, every corner təkdə olduğuna görə belong yox, belongs olardı. Üçün şəxsin təkində. Buna görə də üçüncü cavabımız da çıxır. 4-də baxırıq. Each chapter of these books is dedicated to our matrix. Each chapter of-dan əvvəl gələn sözə baxırıq yenə. Təkdə olduğuna görə is-lə dedicated to our matrix is-lə uzlaşır. Ona görə düzgün cavabımız olur 2 və 4. Davam edək 79-cu sualla. Sualımız enough qaydası ilə bağlıdır. Demişdik ki, keçən videomuzda da enough isimdən əvvəl, sifətdən və zərfdən sonra işlənir. Gəlin, baxaq. Enough plus noun, adjective plus enough, adverb plus enough. Əgər qaydalar haqqında məlumatınız yoxdursa, bunu özünüzdə qeyd edə bilərsiniz qısa formada. To speak enough quickly. Enough quickly-dən əvvəl gəlir. Quickly adverb, yəni zərfdir. Əvvəl yox, sonra gəlməli. Deməli, birinci çıxır. To have enough qualifications. Qualifications sayıla bilən cəm isimdir. Enough isimdən əvvəl gəlir. 2 düzdür. 3. To be old enough. Old sifətdir. Sifətdən sonra enough gəlir. Düzdür. To be enough pleased. Pleased sifətdir. Enough sifətdən əvvəl gəlməz, sonra gələr. 4-də çıxır. To be experienced enough. Experienced sifətdir. Enough sifətdən sonra gəlir. Düzdür. Deməli, düzgün cavabımız olur 2, 3, 5. Daha sonra keçirik 80-ci sualımıza. We like the service in the hotel. Deməli, burada biz hərəkətin bəyəndiyimizin miqdarını bildiririk. Ona görə də sayıla bilməyənlərdən istifadə edirik. So much düzgündür. Birincisi düzdür. Baxaq, birinci cavab düzdür. We like the service in the hotel so much. Biz oteldəki servisi çox bəyəndik. So few düzgün deyil, olmaz. Burada so few, so many istifadə edə bilmərik. A lot of da istifadə edə bilmərik. Çünki a lot of preposition özündən sonra isim tələb edir. Ona görə də istifadə edə bilmirik. A lot istifadə edirik. Demişdik ki, ismin çoxluğunu bildiririksə a lot of, hərəkətin, feilin çoxluğunu bildiririksə a lot istifadə edirik. Bir də düzgün cavabımız 5. Very much. I like the service in the hotel very much. So much, very much hər ikisinin mənası eyni olur. Keçək 81-ci sualımıza. So many poultry farms. Deməli, poultry həmişə cəmdə olan isimdir. Təki yoxdur. Burada so many sözü farms sözünə aiddir. Birinci cavabımız düzdür. A lot of poultry ikinci cavabımız da düzdür. A lot of həm sayıla bilən, həm də sayıla bilməyən isimlərlə işlənirik. A poultry market. 3 də düzdür. Buradakı artiklı market sözünə aiddir. Poultry sözünə aid deyil. Sonra baxırıq 4-cüyə. Such a poultry olmaz. Poultry cəmdə işləndiyinə görə artiklını istifadə edə bilmərik. 4 səhvdir. 4 getdi. Such poultry düzgündür. Artikl istifadə olmayıb. Bu düzgündür. 5. So good poultry olmaz. Nəyə görə? So-dan sonra isim, sifət gəlir. İsim gəlməməlidir. 6-da səhvdir. Düzgün cavabımız olur 1, 2, 3, 5. Sonra keçirik 82-ci sualımıza. 82-ci sualda eyni formada cattle həmişə cəmdə olan isimdir. So few cattle farms. Buradakı so few aiddir farms sözünə. Bu düzgündür. So large cattle olmaz. So-dan sonra sifət, sonra isim gəlməz. Sadəcə sifət tək gəlməlidir. 2 çıxır. A lot of cattle düzgündür. Deməli 1, 3,
Digər hissəyə baxaq. A kettle food. A kettle food da düzgün deyil. Food sayıla bilməyən isimdir. Çıxdıq. Such kettle düzgündür. Such a kettle düzgün deyil. Çünki kettle həmişə cəmdə olan isimdir. Ondan qabaq da an artiklı istifadə edə bilmirik. Deməli, düzgün cavabımız 82-də oldu. 1, 3, 5. Keçək 83-cü sualımıza. 83-cü sualda baxın, bu notlara nəzər yetirək. Ona uyğun şəkildə bir yerdə işləyək. He laid his coat on the sofa. Baxın, to lay, laid, laying. Sərmək, yatmaq, döşəmək demək. O öz paltosunu divanın üzərinə necə deyək, sərdi, uzatdı. 84-cünün yox, 83-cü testimizin. Aha, birinci cavabı düzgündür, birinci cümlə düzgündür. He laid. Lay, birinci burada yazılan lay sözünün keçmiş zamanıdır. Thomas lay awake for a long time. Lay awake for a long time. Buradakı ikinci lay sözünün uzanmaq mənasının keçmiş formasıdır. Bu da düzgündür. Baxırıq üçüncüyə. She laid a table for supper. Lay the table süfrə açmaq deməkdir. Bu cümlə indiki zamandadır. İndiki zamanda da əgər cümlənin mübtədası üçüncü şəxsin təkindədirsə, cümləmizin xəbərinin sonuna s əlavə etməliyik. Ona görə üçüncü cümlə səhvdir. 1, 2 düzdür, 3 səhvdir. 4-ə baxırıq. The farm laid among the hills. Burada da laid olmazdı. Laying olardı. Çünki təpələr sərilmir. Təpələr yox, ferma sərilmir. Ferma təpələr boyu uzanır. Yəni necə deyim? Həmin o təpələr boyu uzanır. O ərazini əhatə edir. Ona görə də 4-cü cavabımız da səhvdir. Burada düzgün cavabımız olur 1, 2. Bu sözləri bacardığınız qədər əzbərləyin. Çünki əksər hallarda düşür bu sözlər imtahanda. Keçək 84-cü sualımıza. Yenə eyni formada olan sualdır. Baxırıq rise sözünə. Rise and raise. Bunların bu sözlərin fərqi nədir? Rise sözü qalmaq, ucalmaq, nəyisə qalxmaq, ucalmaq, yüksəlmək. Yəni insan bir şeyi öz üzərində icra edirsə, rise-dan istifadə edirik. Amma insan tərəfindən nəyisə qaldırılırsa, ucaldılırsa, artıq onda raise sözünə istifadə edirik. Məsələn, əgər mən əlimi qaldırıramsa, burada deyirəm raise. Əlim mənim tərəfimdən qaldırılır. Raise your hand deyirik. Lakin hər hansısa bir, tutaq ki, mən ucalıram ya da hər hansısa bir yüksəkliyə qalxır, onda rise sözündən istifadə edirik. Yəni insan özü qalxır. İndi baxırıq 84-cü testimizə. The principal rose the problem of attendance. Burada rose yox, raise olardı. Raise the problem. Çünki problem insan tərəfindən açılır, qaldırılır. İkinci cümləyə baxırıq. The mother lays the baby on the sofa. Baxırıq lay olan hissəyə. Uşağı ana yatağın üzərinə qoyursa, uzadırsa, onda lays the baby indiki zamanda hesab olunur ikinci cümlə. Onda lay'in sonuna s artırmalıydıq. Üçüncü şəxsin təkini göstərərdi. Baxırıq üçüncüyə. He lit his pipe and began his story. Bu düzgündür. Jim struck the match to make a fire. Dördüncü də düzgündür. Deməli, düzgün cavabımız olur 3, 4. Aha. Keçək 85-ə. He often lied. O tez-tez yalan danışır. Bu cümləmiz düzdür. He told me a lie. Bu cümlədə düzdür. O mənə yalan danışır. He rose his hand. He rose his hand. O əlini qaldırır. Dedik ki, əgər bir insan tərəfindən icra olunursa, qaldırılırsa, yüksəldilirsə, ucaldılırsa, onda raise yazırıq. Raise your hand olur. Raise his hand olur. Ona görə də üçüncü cavabımız səhvdir. Demək, 1 düzdür, 2 düzdür, 3 səhvdir. 4-ə baxırıq. He raised from his seat. He raised yox, he rose from seat olardı. Çünki insan özü yerindən qalxır, kimsə insanı yerdən qaldırmır. Özü öz üzərində icra edir. O 4-cü cavabımız da yanlışdır. Düzgün cavabımız olur 85-də 1, 2. Keçirik 86-ya.
86-cı testimizə baxırıq. What does your friend look like? Look like xarici görünüşünün bənzəməsi deməkdir. Nəyə oxşayır, nəyə bənzəyir, necə görünür? He is. Deməli, wise nədir? Müdrik deməkdir. Wise sözünün mənası müdrikdir və müdrik insanın xarici görünüşü yox, daxili xarakteri ola bilər. Deməli, birinci cavabımız səhvdir. Handsome, yaraşıqlı, düzgündür. Generous, alicənab, səxavətli. O da insanın daxili mənəviyyatından bağlı bir xarakterdir. Polite, nəzakətli, bu da görünüşlə əlaqəli deyil. Well-built, yaxşı bədən quruluşu olan insanlara deyirlər. Daha çox idmançı tipli bədən quruluşu olan insanlara deyirlər. Bu da düzgündür. Deməli, düzgün cavabımız olur 2 və 5. Sonra keçirik 87-ci testimizə. I don't expect these young women to enjoy such a busy life. Deməli, bu belə cümlələrdə nəyə baxırıq? Cümlə inkardadırsa inkarla cavab veririk. Təsdiqdədirsə təsdiqlə cavab veririk. Və cümlənin, birinci cümlənin köməkçi feili hansı köməkçi feildirsə, cavabda da mütləq şəkildə o köməkçi feildən istifadə edirik. Yəni, do olursa do, does olursa does, ola bilər modal feili olsun və ya to be olsun, fərqi yoxdur. Hansı köməkçi feildən istifadə olunubsa, biz də mütləq şəkildə təsdiqi də inkarı da onunla veririk. Və inkar neither ilə olur, təsdiqlər əksər hallarda to və so ilə olur. Baxaq. Neither does her mother. Birinci cümləyə baxaq. I don't expect. Cümlə inkardadır. Neither does your mother. Birinci cümləmiz düzdür, birinci cavabımız. Sonra her husband doesn't either. Bu da düzdür. Either inkarda işlənir. Doesn't da cümlənin inkarı. 2 də düzdür. Baxırıq 3-ə. Neither var cümlədə və to var. To heç vaxt inkar cümlədə istifadə olunmaz. Deməli 3 səhvdir. Mary doesn't expect neither. Doesn't varsa neither olmaz. Hər ikisi inkarlıq bildirir. Bir cümlədə ki, inkar istifadə edə bilmərik. Ona görə düzgün cavabımız 1 və 2 olur. Sonra keçirik 88-ci testimizə. 88-ci testimizdə eyni şəkildə bayaqki testləndi. Baxırıq cümləmizin köməkçi feili nədir? Were shining. The trees were shining softly in the sun. Were desə, deməli ya was-la ya were-la bu formada cavab veririk. So was the water in the pool. Bu düzgündür. Təsdiqdədir cavabımız. Cümlə təsdiqdir deyə cavabımız da təsdiqdə olmalıdır. The water in the pool was too. So və to da hər ikisi təsdiqi bildirir. The water was in the ocean either. Either cümlədə ancaq inkar varsa wasn't olsaydı either olardı. Deməli, 3-cü cavabımız səhvdir. Neither was the water in the pool. Bu da düzgün deyil. Niyə? Çünki cümləmiz the trees were shining təsdiqdədir deyə 4 də səhvdir. Düzgün cavabımız olur 1 və 2. Sonra keçirik 89-cu testimizə. What can you say about Layla's character? Burada isə xarakteri, daxili xarakteri soruşur. She is stout, stout kök, topbuş, combul, belə mənası var. Xarici görünüşlə əlaqədardır. 1 çıxır. Sensitive, incə, düşünən, necə deyim, zərif, sensitive, düzgündür. Attractive, gözəl, cəlbedici, bu da xarici görünüşlə əlaqədardır. Bu da çıxır. Self-confident, özgüvəni olan, özgüvənli, bu da düzgündür. Well-built də bayaqki testdə də qeyd etmişdim. Xarici görünüşlə əlaqədardır. Bədəni, idmançı bədəni olan insanlara deyilir. 5 də çıxır. Düzgün cavabımız olur 2, 4. Keçək 90-cı suala. 90-cı sualımızda nə deyir? What Paul's nieces like? Paul's nieces. Deməli, cümlənin xəbəri apostrof S-dən sonraki sözlə uyğunlaşır, uzlaşır. Paul's nieces, Paulun bacı qızları ya da qardaşı qızları. Deməli, nieces cəmdədir deyə bir düzgün olur. Burada baxırıq. Are. Was təkdədir çıxır, is təkdədir çıxır, has təkdədir çıxır. Düzgün cavabımız olur 1, 4, are və do. Keçirik 90-cı sualımıza. Yox, 91-ci sualımıza keçirik. Üzr istəyirəm. 91-də nə deyirik? The thing that impress him is relaxed atmosphere. Bayaqki testdə də olduğu kimi thing təkdə olduğuna görə impress yox, impresses olar. Ona görə bir səhvdir.
What makes me crazy is their absent-mindedness. 2 düzdür. Every part of the territories invaded by the enemy are going to be freed. Bu səhvdir. Niyə görə? Dedik ki, mübtəda nə uzunluqda olursa olsun, xəbər mübtədanın of-dan əvvəl gələn ismi ilə uzlaşır. Every part. Part da təkdə olduğuna görə are yox, is olardı. Ona görə 3 səhvdir. Çıxır. Either of the statements delivered by the moderators is worth listening. Of-dan əvvəl either gəlirsə, cümlənin mübtədası, xəbəri təkdə olur. Ona görə də düzgün cavabımız 4, 1, 2 və 4-dür uzlaşmaya görə. Keçək 92-yə. Can you tell me you have been working on this project? Burada zamana uyğun olanı seçirik. Since when time, since what time avtomatik bunlar düzdür. Çünki baxdığımız bu cümlə you have been working indiki bitmiş zaman, yəni present perfect-in cümləsidir. Since də present perfect-ə aid olan zaman zərfidir. Bu ikisi düzdür. 2, 4. Deməli, nəyi unutmuruq? Əgər cümləmiz indiki bitmiş zamandadırsa, present perfect-dədirsə, ona zaman zərfi ilə when ilə sual verdikdə cümləmiz dönür olur keçmiş zaman. Ona görə də 92-ci cavabında when düzgün deyil, when-də çıxır. When yazırıqsa cümlə keçmiş zamana keçməlidir mütləq şəkildə. How long olur? What time-da olmur. What time-da eyni şəkildə. When, what time eyni mənanı bildirir. How long you have been? Since when? Since what time? Belə, 93-cü suala keçirik. Jane was the first girl you talked to when you got there. O, sənin orada olanken danışdığın ilk qızdır. Birinci düzdür. Baxırıq ikinci. Whom you talked. Whom düzgün deyil. 2 səhvdir. Jane was the first girl to that olmaz. 3 də səhvdir. Jane was the first girl to whom you talked. Baxın, 2 niyə səhvdir? Çünki to-dan qabaq to olmur. 5 də düzdür, 4 də düzdür. Who, kim ki, to whom you talk, kimə ki danışdın. Sonra 93-cü cavabı olur 1, 4, 5. Keçirik 94-cü testimizə. Mary left her little brother when her mother was at work. Mary öz balaca qardaşının qayğısına qalmağı sevir, anası işdə olanda. Deməli, baxırıq birinciyə. Of whom she took care. Birinci variantımız düzdür. Çünki take care of-la işlənir. Mütləq şəkildə of cümlədə bir yerdə olmalıdır. Bu da whom-dan əvvəldə istifadə edirik. Deməli, 94-də 1 düzdür. 2. She took care of when her mother was at work. 2 də düzdür. Of that olmaz. Çünki canlı ilə that işlətmirik. Who she took care of düzdür. Brother'dan sonra qəti şəkildə which olmamalıdır. Canlılardan sonra which istifadə edə bilmirik. Ona görə də 5-də çıxır. Düzgün cavabımız olur 1, 2, 4. Sonra baxırıq 95-ci sualımıza. The majority of students give more time to the study of English. Deməli, cümlə 95-ci sualımız agreement, subject, verb agreement-ə aiddir. Mübtəda xəbər uzlaşmasına. The majority of students dedik ki, of-dan əvvəl gələn sözlə uzlaşır xəbər. Majority cümlənin mübtədası yerindədirsə, cümlə xəbər majority-ni uzlaşdıqda xəbər şəxsin cəmində olur. Ona görə birinci variantımız düzdür. Keçirik ikinciyə. The variety of questions were surprising. Of-dan əvvəl gələn sözə baxırıq. Variety. The variety ilə uzlaşır were. The variety təkdə olduğuna görə were of was olardı. Düzgün cavab deyil ki. Baxırıq 3-ə. A great number of books were recently published. Bu düzgündür. A number, a great number
of-dan əvvəl gəldikdə cümlənin xəbəri həmişə cəmdə olur. The number of olur təkdə xəbəri. A number of olur xəbəri cəmdə. Hər ikisində də isimlər cəm olmalıdır. Deməli, 1 düzdür, 3 düzdür. The house with its garden occupy a whole block. With together sözləri iki sözü birləşdirirsə, cümlənin xəbəri with-dən together sözündən əvvəl olan sözlə uzlaşır. Yəni cümləmizin xəbəri the house sözü uzlaşmalıdır. Occupy sözü üçüncü şəxsin təkində işlənməlidir, amma occupies olmalıdır. Occupy olub 4-də səhvdir. 25 meters is a good race for a boy under 10. Metr sözünün cəmdə olmağından asılı olmayaraq, məsafə bildirən ölçü vahidlərinin qarşısında sayların növündən asılı olmayaraq cümlənin xəbəri həmişə təkdə gəlir. Düzgün cavabımız olur 1, 3, 5. Keçək 96-cı sualımıza. Choose the correct sentences. 96-da eyni şəkildə mübtəda xəbər uzlaşması üzrə istəyirəm. The variety of pictures at this exhibition pleases everybody. Of-dan əvvəl gələn isim variety təkdə olduğuna görə pleases doğrudur. Deməli, birinci cavabımız düzgündür. Baxın, digər testdə cəm idi deyə səhv götürdük. Burada variety pleases ilə uyğunlaşır deyə düzdür. Tea and water are consumed a lot in our country. Əgər cümlənin mübtədası and bağlayıcısı ilə bağlanırsa, and bağlayıcısı cümlənin iki mübtədasını bağlayırsa, cümləmizin xəbəri həmişə cəmdə olmalıdır. Üçün şəxsin cəmində olmalıdır. 2-də düzdür. Baxmayaraq ki, tea and water uncountable, yəni sayıla bilməyən isimdir. Buna baxmayaraq cümləmizin xəbəri cəmdə olur. Baxırıq 3-cü. The young woman with 2 children are coming up the street. Cümlə səhvdir. Dedik ki, with and together sözlərindən əvvəl gələn isimlə uzlaşmalıdır xəbər. 3 səhvdir. My surprise at seeing all my friends on the way to work was great. 4 düzdür. Cümlənin xəbəri was my surprise sözü ilə uzlaşır. Preposition'dan əvvəl gələn sözlə uzlaşır. 4 düzdür. Deməli 1, 2, 4. 20 pounds are its maximum weight. Dedik ki, pul vahidləridir, ölçü vahidləridir. Onlardan əvvəl saylar gəlsə belə, məsələn 10, 20, 30 saylar birdən artıq say gəlsə belə, cümləmizin xəbəri təkdə, üçün şəxsin təkində olmalıdır. Ona görə bu da düzgün deyil çıxır. Düzgün cavabımız olur 1, 2, 4. Deməli, baxaq 97-ci suala. He is interested in English. Deməli, bu cümlələrin tək questionslardan fərqləri nədədir? Tək questionslar cümlə vergüllə ayrılır. Özüncə vergüldən əvvəl olan hissə inkar olanda vergüldən sonra təsdiq, vergüldən əvvəl təsdiq olanda vergüldən sonra inkar olur. Lakin bu cümlələr nöqtə ilə bitir və özündən sonra təsdiqə təsdiq, inkara inkar veririk. Və əsasən də baxırıq köməkçi feilimizə. He is interested in English. Is to be-dir. Deməli, cavablarda biz to be-ni axtarmalıyıq. So did I olmaz. Keçmiş zamandır. So am I. Düzgün olanı bir budur. Baxaq. 1. Bir də yazaq B. So does olmaz. Haven't olmaz. Has olmaz. Deməli, birincimizin cavabı oldu B. Baxaq ikinci. He has to read this book once more. Has to malı məlidir. Modal feildir, malı məli deməkdir. Deməli, has to-nun sualı və inkarı hansı zamandadırsa, həmin zamanın köməkçi feilindən düzəlir. Məsələn, had to deyiriksə did-lə düzəlir, has to deyiriksə does-la düzəlir. Have to isə do ilə düzəlir. Deməli, has to-nu baxırıq. So did I olmaz, keçmişdi, B-ni yazmışıq. So does she. Düzgün cavabı 2-də olur, C. Baxın, Y variantı niyə götürmədik? So has he, bu has köməkçi feildir. Modal feil olan has deyil. Modal feil olan has'ı burada yaza bilmirik. Ancaq həmin zamanın köməkçi feilini yazmalıyıq. Baxırıq 3-ə. They have written all the letters. Have written, have köməkçi feildir. İndiki bitmiş zamanın cümləsidir. So did I olmaz. B-ni, C-ni yazmışıq. But we haven't. And so was he. But we haven't olar iki cümləni qarşı-qarşıya qoyur. Bu düzdür. Burada isə nice olmazdı. Amma but we haven't
iki cümləni sadəcə qarşı-qarşıya qoyur və digər necə deyim, cümlənin digər yerlərini ixtisar edir, qısaldır və iki cümləni qarşı-qarşıya cavab olaraq qoyur. Bu düzgündür. So has he, o da təsdiqə təsdiq verir, bu da düzgündür. Aha, sonra keçək sonuncu 98-ci cümləmizə, testimizə. Everything can be explained, but there is a for everything. Hər şey açıqlana, izah oluna bilər. Amma hər şeyin gərək nə olsun? Bir səbəbi olsun izah etməyimiz üçün. Birinci testimizin cavabı olur nə? Reason. A. Bir oldu A. Everything can be explained. Hər şey izah oluna bilər. There is a reason for everything. Hər şeyin bir səbəbi olsa. What was Emma's to the news about her students? Baxırıq. Emma'nın tələbələrinin xəbərinə reaksiyası nə oldu? Kimi tərcümə edirik. Baxırıq, A variantı səbəb reason yazdıq. Decrease azalma, damage zədə ziyan, unemployment işsizlik, reaction reaksiyadır. Burada da ikincidə düzgün cavabımız olur Y variantı. Baxırıq üçüncüyə. There has been a in the amount of traffic on this road. Üçüncüyə nə yazırıq? Üçüncüdə də yazırıq. Həmin bu küçədə tıxacın, trafikin sayı nə olur? Azalması gedir. There has been a decrease in the amount of traffic on this road. Üçüncü testimizin də olur cavabı B variantı. Bu da testi yazıb yazmamalınız. Artıq sizin lüğət bilginizdən asılıdır ki, nə qədər çox söz bilsək, o qədər də daha çox belə testləri işləyə bilərik. Belə. Hər hansısa bir sualınız olsa, zəhmət olmasa şərh bölməsində yazarsınız. Növbəti videolarda görüşənədək. Hələlik sağ olun.